Hər vaxt xeyir olsun dəyərli traderlər, həmkarlar, iqtisadçılar, bankirlər. Bugün mayın 8-dir və Beynəlxalq Maliyyə Birjasında ilk öncə verdiyim xəbəri diqqətlə izləyin. Yəni bugün yerli saatdan 16:30-da Amerikada çıxan 3 xəbər, çox vacib xəbər bazarı hərəkətə gətirəcək. Yəni təhlükəlidir, ehtiyatlı olmağı sizi çağırıram. Bugün nələr baş verəcək, qızılda hansı nöqtələrdən? Təbii ki, sürətli hərəkət günün ikinci yarısından sonra yerli saatdan saat 4-dən sonra olacaq. Və səhər saatlarında biz qızılda 4724-dən alış əməliyyatlarını icra etdik. Yəni bu 6-7 dollarlıq bir qalxışdan nəticəndə. Dünən isə verdiyimiz 7 siqnal mükəmməl dərəcədə öz doğruluğunu göstərdi. Yəni 2 siqnal qızılda, 2 siqnal bitcoinda, həm buy həm sellər. Qızılda isə ancaq alış əməliyyatları mükəmməl gəlirlərlə nəticələndi. Euro dollar, funt dollarda və gümüşdə. Bugün qızılda daha nələr baş verəcək? Yəni bugün qızılda 4700-dən gələn satış əməliyyatları, yəni aşağıdakı hədəflərə mütləq diqqət edin. Biz Instagramda paylaşmışıq bütün hədəfləri. Yəni aşağı çox gəlməsə də, yəni dərhal sığortalamaq lazımdır. 4700-dən ən azından 10-15 dollarlı bir enişlə nəticələnir. Amma alışlar təbii ki 4724-dən sonra 4737-lərdən, 40-lardan gələcək. Və yuxarı doğru təbii ki dünənki hədəf 4772-lər, 77-lər heç də uzaqda deyil. Təbii ki yenə xəbərdən asılıdır, çünki elə bir deyək ki vəziyyətdir ki, istənilən hər an çıxan xəbər Amerikanın, yəni İran arasındakı müharibələr Hörmüz boğazı ilə və digər problemlərlə bağlı həmən qızıla təsir göstərə bilər. Yəni gümüşə gəlsək, gümüşdə də bugün alış əməliyyatları 80-lərdəndir, satışlar isə 78-400-lərdən. Amma erkən satışlar 79-100-dən 78-900-lərə qədərdir. Neftə gəldidə isə neft dünən biz satış əməliyyatı haqqında məlumat paylaşdıq. 103-lərdən və qiymət 100-lərdən də aşağı düşdü. Bugün alışlar neftdə 106-lardan, satışlar isə 103-90-lardandır. Euro dollar, funt dollar gəldiğinde ise artıq funt dollarda alış əməliyyatları 1.35-600-lərdən gəlib və yuxarı doğru istiqamətə davam edir. Satışlar isə 1.35-400-lərdir. Təbii ki çox getməsə də en azından gəlir olan kimi sığortalamağa dəyər. Euro dollarda alışlar 1.17-300-lərdə, satışlar isə 1.17-200-lərdə. Nasdaq, S&P, Dow Jones bunlar sürətlə yuxarı doğru istiqamətə davam edir. Biz yanvar ayından may ayına qədər bu haqda məlumat veririk sizə. Dow Jones'dan DX, yəni DAX, yəni az korreksiyalarından yenidən yuxarı doğru istiqamətə davam edir. Amma daha sürətli Nasdaq'dan S&P'dir. Belə əzizlərim, cüməmiz mübarək olsun, özünüzə yaxşı baxın. Qarşıda şənbə bazar gəlir, xoş istirahatlar arzulayıram sizə. Biz Çalışan Siqnal kanalında yenidən hər dəfə olduğu kimi Bitcoin və Ethereum'dan siqnalları paylaşaq ki, traderlər şənbə bazarda gəlirlərinə gəlir qatsınlar. Belə, inşallah görüşmək ümidi ilə sağ olun.